Gedin mobil operatora, gediniz belə. Ha, sizin bu şeyə qoşulmuşdunuz, 1 manat çıxdı. Hamı da deyər ki, cəhənnəm, çıxan çıxdı cəhənnəmə, indən ayır məni. Bax, bir sual o, çağır, mobil operator çağırır demiş. Necə qoşuldu, qardaş? Bir gündə, Tural bəy, mən bir rəqəm deyim, sayğaclar da buna aiddir. Qazda, işıqda, elə mobil operatorlar. 5 milyon abunəsi var da bir mobil operatorun. Çox yox, gün ərzində 1 milyon adamın hərəsindən 50 qəpik tutsalar nə qədər eləyəcək? 500 min adam, 500 min manat. Və baxın, bu 10 gündən bir davam eləsə, siz fikirləşin, ayda 3-cə dəfə sizdən 20 qəpik, 30 qəpik tutsa, ruhunuz incimiyəcək. Amma onlara gedən pullar nə qədər olacaq? Milyonlarla. Bəs bununla sizin nəzarət eləmə mexanizminiz var, nə mənim? Və mən arxain olmalıyam ki, o, bizim Yüksək Texnologiya və Rəqəmsal İnkişaf Agentliyimiz, Nazirliyimiz bunu izləyir. Varmı bu mexanizm? Yoxdur. Varsa indi biz danışırıq. Baxın, niyə ictimailəşdiririk bu məsələni? Çıxsınlar, izah etsin. Kim ad tutulub? Necə tuta bilər? Kim qərarı verdi ki, sən yaxınlaşdın? Azəri qaz çıxsın, cavab versin. Niyə tutulsan? Sən hardan o hüququ almışsan ki, vətəndaşdan tap deyə tutursan? Yəni, bilirsiniz, Tural bəy, hər dövlət orqanı istədiyi kimi idarə edir. Yox, biz o sayğa, qardaş, elə deyil. Sən başından qərar verənməzsən. Qızımın toydu, qardaş, orada barmaq elini sayğaçları 5-10 manat pul gəlsin. Elə şey olar.